Bugün çöldə çox vacib işlərim olduğu üçün Aləmzəri yarım günlük anamgilə qoyacağam. Bunun üçün hər şeydən çoxlu götürürəm ki, nəyəsə ehtiyac olmasın. 5 pampers, alt dəyişdirmə ölçüsü, yaş salfetka, kremi, 2 body, 2 altdan geyinməyə mayka tipli body, istifadə elədiyi dərmanlar, simesi, yemək qabları, kaşası, peçenye, bananı və s. Ümumiyyətlə düşünürəm ki, körpəli analara körpə ilə bir yerdə çölə çıxmaq elə də asan deyil. Məsələn, mən uşaqsız yarım saata 40 dəqiqə hazırlaşıb çıxa bilirəmsə, uşaqla isə bu proses 2 saat və ondan çoxa qədər qalxa bilir. Çünki körpənin evdən çıxmamışdan öncə bütün xüsusi ehtiyaclarını qarşılamaq lazımdır ki, yolda həm o, həm də sən narahat olmayasan. Bununla bərabər düşünürəm ki, həm körpəni daşımaq, eyni zamanda onu yol boyu idarə etmək, onun əşyalarını, çantasını və koleskasını daşımaq elə də asan iş deyil. Məncə bu proses böyüdükcə minimuma enəcək.